Göyçay şəhərinin Nizami küçəsində sağlam şam ağaclarının qəsdən qurudularaq yerində obyekt tikildiyi iddia edilir. Sosial şəbəkələrdə yayılan görüntülərdən sonra qeyd olunan məsələ ilə bağlı polis və 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi əməkdaşları tərəfindən araşdırmalara başlanılıb, əraziyə baxış keçirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan bildirilib ki, əməli törətməkdə şübhəli bilinən bir nəfər müəyyən olunaraq saxlanılıb. Dəymiş maddi ziyanın məbləğinin müəyyənləşdirilməsi ilə bağlı müvafiq sorğu göndərilib, faktla bağlı araşdırmalar davam etdirilir. Bax, buranı deşiblər, kislata vurublar ağaçlara, baxın, qurudurlar ağaçları. Baxın, burada da şam ağacıdır, böyük. Burada da baxın, deşiblər, kislata vurublar. Əks tərəfdə də var. Bu da şam ağacıdır, həmən ağac böyük. Şam ağacı, bu da bir şam ağacı böyük. Buradan kislata vurublar burada. Bu da bir hissəsi. Sonra bu bir şam ağacı böyük. Bunu da deşiblər, baxın. Əks tərəfdən də vurublar. Buradan da. Bu da bir şam ağacı. Hamısını bax deşiblər. Kislata vurublar. Ağacları qurudurlar. Ha, burada yoxdur ki. Bax, bura kimidir. Burada da obyekt tikirlər, böyük bir bina kimi nəsə tikirlər.